Hər kəsə salam. Belə bir suala baxaq. Tərkibində qarışıqlar olan 400 kq kvars mineralından 478 kq adi şüşə alınmışdır. Mineralda kənar qarışıqların kütlə payını müəyyən edin. İlk olaraq biz adi şüşənin tərkibini yazsaq, adi şüşə natrium oksid, kalsium oksid və 6 molekul silisium 4 oksiddən ibarətdir. İndi bizdə 400 kq kvars mineralı var. Mineralımız 400 kq. Yəni bu kvars mineralının tərkibində də silisium 4 oksid var. Biz demək belə yaza bilərik ki, yəni adi şüşəmizin tərkibində 6 dənə silisium 4 oksid var. Adi şüşəmizdə. İndi bizə nə deyir? Deyir ki, 478 kq adi şüşə alınıb. Biz də baxırıq ki, elə bizim adi şüşəmizin nisbi molekul kütləsi də 478-ə bərabərdir. Yəni adi şüşəmizin nisbi molekul kütləsi 478 olanda nə qədər silisium 4 oksidimiz sərf olur? 6 vur, mR neçədir? 60. Yəni 360. Sərf olunan nədir? Yəni təmiz olanı sərf olunubdur. Bizdən də kənar qarışıqların kütlə payını istəyir. Ümumi bizim kvars mineralımız nə qədərdir? 400 idi. 360-ı sərf olunub. Yəni təmiz olanı buymuş. Kənar qarışıq nə qədərmiş? 40. İndi bizə deyir ki, mineralda, yəni bu 400 kq-da kənar qarışıqların kütlə payını tapın. Kənar qarışıqların kütləsini bölürük ümumi mineralın kütləsinə, vururuq 100-ə, edir 10. A variantı.